Kişi sağlamlığını göstərən 5 vacib analizdən danışacağıq. Kişilər üçün ən təhlükəli problemlərdən bəziləri illərlə səssiz inkişaf edir və bunu çox vaxt sadəcə 5 analiz erkən göstərə bilir. Birinci analiz glikogemoqlobin, yəni son 3 ayın şəkər analizi və acılıq şəkəridir. Çünki prediabet və diabet kişilərdə uzun müddət əlamətsiz, simptomsuz gedə bilər. Qarın piylənməsi, halsızlıq, çox yemək istəyi və yuxululuq varsa, mütləq bu analizlər yoxlanılmalıdır. İkinci analiz lipid panelidir. Yəni aşağı yuxarı sıxlıqlı lipoproteinlər və triqliseridlər baxılması lazımdır. Yüksək xolesterin səviyyələri damarları illərlə zədələyir və bir çox kişilərdə ilk simptom birbaşa ürəyin miokard infarktı olur. Üçüncü analiz isə testosterondur, yəni cinsi hormonlar. Əgər enerji azalıbsa, libido zəifləyibsə, cinsi istəksizlik varsa, qarın piylənməsi artırsa, motivasiyanız düşübsə, heç nəyə nail olmaq istəmirsinizsə, hormonal qiymətləndirmə bu zaman çox vacib faktordur. Dördüncü analiz isə qaraciyər və böyrək analiz göstəriciləridir. ALT, AST, kreatinin, GFR dediyimiz həm metabolik sağlamlıq, həm də orqanların vəziyyəti haqqında ciddi məlumat verir. Beşinci analiz isə prostat spesifik antigen, qısa olaraq PSA-dır. Xüsusilə 50 yaşdan sonra prostat sağlamlığının qiymətləndirilməsi üçün çox vacib analizlərdən biridir və hər bir kişilərin eləməsi mütləq hesab olunur. Kişilər adətən özlərini yaxşı hiss etdikləri müddətdə analiz etdirmirlər, amma bəzi xəstəliklər isə heç bir əlamət olmadan başlayır. Erkən diaqnostika isə həm həyat keyfiyyətini, həm də ömür uzunluğunu dəyişə bilir. Son olaraq hər birinizə sağlamlıq diləyirəm və bu videonun daha çox kişi pasientlərin izləməsi üçün bəyənməyi və paylaşmağı xahiş edirəm. Özünüzə yaxşı baxın.